Bakı daha bir məsuliyyətli və möhtəşəm tədbirə peşəkarlıqla və hazırlıqlı formada ev sahibliyi etdi. Günlərlə davam edən forum yüksək təşkilatçılıq, mühüm görüşlər və əhatəli müzakirələrlə yadda qaldı. Təkcə əcnəbilərin deyil, elə yerli nümayəndələrin də heyranlıqla müşahidə etdikləri bənzərsiz atmosferdən hələ uzun illər danışılacaq. Dünyanın 182 ölkəsindən 40 mindən artıq insan Bakıda toplaşdılar və təkcə şəhərlərin gələcəyini deyil, həm də insanlığın sabahını müzakirə etdilər. Müxtəlif ölkələrdən gələn nümayəndələr onu da anladılar ki, şəhərlərin inkişafı, dayanıqlığı və təhlükəsizliyi məhz əməkdaşlıqdan keçir. Təbii ki, Azərbaycanın son zamanlar apardığı sosial-iqtisadi inkişaf və torpaqlarımızın azad edilməsi, yeni şəhər salmalar rəvaj verdi ki, Birləşmiş Millətlər Təşkilatı Dünya Şəhər Salmanın 13-cü sessiyasını, forumunu Azərbaycan Respublikasında keçirdi. 182-dən artıq dövlətin, insanlığın, vətəndaşının Azərbaycanı tanıması çox əlamətdar hadisələrdən biridir. Əlbəttə ki, bu həm siyasi, həm iqtisadi, həm də qeyri-hökumət təşkilatlarının həm şəhər salmada iqtisadi və siyasi əlaqələrin qurulması üçün rəvaj verdi. Əlbəttə, ölkəmiz daha da inkişaf edir. Beynəlxalq təşkilatın, nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycanda bu tədbiri keçirməsi çox müsbət oldu. Biz də qürurlandıq. Neçə gündür biz də əlimizdən gələrək milli dəyərlərimizə, dövlətimizin yanında olaraq fəal iştirak etdik. Ölkəmiz üçün, vətənimiz üçün xeyirli uğurlu olsun. Dünyanın dörd bir tərəfindən gəlmiş insanların Azərbaycan haqqında xoş təəssüratlarını gördükcə ürəyimizdəki o qürrə hissi biraz da artırdı və dövlətimizə təşəkkürlər, xüsusilə də Azərbaycan dövlətinin növbəti dəfə Qarabağı, Şərqi Zəngəzuru tək başına qurub yaradan bu dövlətin növbəti bir böyük hadisəyə, BMT-nin ən böyük tədbirlərindən birinə ev sahibliyi etməsinin özü doğrudan da qürur vericidir. Və Azərbaycan dövlətinin bütün burada iştirak edən hər kəsə yaratdığı şəraitə görə təşəkkür edirik, eyni zamanda media mənsublarına. 6 gün Bakıda keçirilən Ümumdünya Şəhər Salma Forumu həm media üçün, həm Bakı şəhərinin sakinləri üçün olduqca yadda qalan oldu. Mən gənc bir media nümayəndəsi olaraq bu forumda olduqca böyük təcrübə əldə etdim. Operativ formada xəbərlərin çatdırılması, işıqlandırılması hər biri yüksək səviyyədə idi. Eləcə də dövlətimiz tərəfindən həm xarici media nümayəndələrinə, həm yerli media nümayəndələrinə yüksək şərait yaradılmışdı.